İmam Əli əleyhissalamın huzurunda əstəğfirullah, yəni Allahdan bağışlanmaq istəyirəm deyən şəxsə İmam buyurmuşdur: İstiğfar və tövbə etməyin nə olduğunu bilirsənmi? İstiğfar yüksək məqam sahiblərinin və həqiqi möminlərin məqamıdır. O, 6 mənası və şərti olan bir addır. Birincisi, keçmiş günahlardan peşmançılıq. İkincisi, günaha qayıtmağı həmişəlik olaraq tərk etmək qərarına gəlmək. Üçüncüsü, boynunda ziyan və günah olmayan paçlıqla Allaha qovuşmağın üçün xalqın haqlarını əda edəsən. Dördüncüsü, sənə vacib olan, eləcə də əldən çıxardığın hər bir şeyin haqqını və qəzasını yerinə yetirəsən. Beşincisi, çalışıb bədənində haramdan yaranmış əti hüzün və kədərlə o qədər əridəsən ki, dəri sümüyə yapışsın və onların arasında təzə ət bitsin. Altıncısı budur ki, günahın şirinliyini bədəninə dattırdığın kimi, ibadət və bəndəliyin əziyyətini də ona dattırasan. Bu zaman əstəğfirullah deməlisən.